enerjili gündür. Tək ki dünyamızda salamatçılıq olsun, ölüm itim olmasın, müharibə səsləri gəlməsin ümumiyyətlə. Gəlsə də neyniyək? Adam deyir ki, bizdən uzaq olsun. Amma o deyir, mənə dəyməyən ilan 100 il yaşasın sözünü mən uşaqlıqdan qəbul eləməmişəm. Belə çıxır ki, məni vurmasın, gedir kimi vurursun. Bu artıq öz canının hayına qalmaq deməkdir. Bu da Allahın bəyənmədiyi xüsusiyyətlərdən biridir. Ona görə heç uzaqdan da gəlməsin, yaxından da gəlməsin. Dünyamız salamat olsun. Göydən gələn enerjinin qarşısında filtrlər çəkilməsin. Vallahi billahi deyir, Allah bəndəsinə pis şeylər arzulamaz, onlara pis şeylər göndərməz. Burada o yaratdığımız filtrlər, o içimizdə olan kin, kudurət, şübhə, qəzəb, nə bilim, iddia, inadkarlıq, bu kimi şeylər onun qarşısını alır və bəzən sısqası gəlir bizə çatır, bəzən də ümumiyyətlə çatmır. Bu müharibələr də, siyasi oyunlar da, bizim özümüzün baxış bucağımızda belə şeylərə mane olur. Ona görə bəzən deyirlər ki, proqnoz, görürsünüz, tez-tez pul yazılır hansısa büdcələrə, deyilir, amma gəlib çıxmır. Deməli, haradasa ya bizim, ya içində olduğumuz mühitin filtrləri buna mane olur. Mən bunu deməklə astrologiya müdafiə eləmirəm. Bütün hamısı düzdür, sadəcə filan şeylərə görə səhv çıxır. Mən o mənada demirəm. Ümumiyyətlə, heç proqnoz olmasın, astrologiya olmasın. Vəd veririk, əmin olduğumuz bir şeylər görürük, doğru, özün doğrultmur, belə deyim, gerçəkləşmir. Deməli, haradasa o doğru ya hesablanmayıb, ya düşünülməyib, ya da bəzi nüanslar var ki, onu nəzərə almamışıq. Amma mən də bugün bütün planetar quruluş yerə verdiyi enerjini deyirəm. Belə bir ölkədə hər şey yaxşıdır, qəfildən bir terror olsa, bütün fikir, zikir dağılır, iş, güc adamın burnundan gəlir, yaxşı şeylər. Görəsən orada nə oldu, necə oldu, nə bilim, yağış yağır, zəlzələ olur, terror olur, hansısa bir başqa şeylər olur. Görəsən, bütün hamının bir ölkə olaraq, hamının diqqəti oraya yayılır. Arzu eləyək belə şeylər olmasın. O göydən gələn enerjini tərtəmiz, diri-diri, elə öz həyatımıza, öz orqanizmimizə, öz belə deyim, iş həyatımıza cəlb eləyək, cəzb eləyək, ondan sonra qalan şeylər yaxşı olar.